gördük əziz dinləyicilər, sabahınız xeyir. Yenə xoş bir istirahət sabahıdır və elə bilirəm bu sabahınız da bizimlə Azərbaycan Milli Radiosu ilə xeyrə açılıb. Sözsüz ki, bu yarım saat boyunca bizdən ayrılmağı da düşünmürsünüz. Bəs elə isə rejissor Mehriban Bəşirzadə, müəllif və aparıcı Şəfəq Sultan Əliqanlıdan sabahınız xeyrin bu sabahki musiqi salamını da qəbul eləyin. Vaxt ötür, gün keçir, dəqiqələr ötüşür. Sonbahar payızdan sonuncu yarpaq düşür. Ömrümdən, günümdən kövrək qatarlar keçir. Tələsir o payız, çiçəkli bahar keçir. Gözləyirəm mən səni, ürəyimdə intizar. O pəncərədən baxır, ümid dolu baxışlar. Ötür qatarlar ötür, ötüb yenə gedəcək. Qatarların birində məhəbbətim gələcək. Ötür qatarlar ötür, ötüb yenə gedəcək. Qatarların birində məhəbbətim gələcək. Göğüzü qaralıb, dolub yenə buludlar. Qəlbimdə qorxu var, birdən məni unudar. Dayanar bu qatar, vaqonları boşalar. Qəlbimdə sevincin iki yeri boş qalar. Gözləyirəm mən səni, ürəyimdə intizar. O pəncərədən baxır, ümid dolu baxışlar. Ötür qatarlar ötür, ötüb yenə gedəcək. Qatarların birində məhəbbətim gələcək. Ötür qatarlar ötür, ötüb yenə gedəcək. Qatarların birində məhəbbətim gələcək. Ötür qatarlar ötür, ötüb yenə gedəcək. Qatarların birində məhəbbətim gələcək. Ötür qatarlar ötür, ötüb yenə gedəcək. Qatarların birində məhəbbətim gələcək. Ötür qatarlar ötür, ötüb yenə gedəcək. Qatarların birində məhəbbətim gələcək. Ötür qatarlar ötür, ötüb yenə gedəcək. Qatarların birində məhəbbətim gələcək. Evdə bir deyim var. Deyərlər, şərti şumda kəsərlər. Və bu məsəl çox yerdə, çox zaman, elə günün indisində də yəqin ki, hər birimizə son dərəcə gərəkli bir məsəldir. Bu zərb məsəli unudanlar, sonunda uduzanlar olar. Əlbəttə, bu zərb məsəlinin ikinci tərəfini də bilirsiniz. Şərti şumda kəsərlər ki, xırman üstə yabalaşmayasan. Ha deyəcəksiniz, şumdursa, torpaqdırsa, xırmandısa, demək ki, bu daha çox belə torpaqla bağlı olan insanlara aid olar. Əgər belə düşünürsünüzsə, yanılırsınız. Çünki zərb məsələlər bir məqamdan, bir andan söz açar, amma ömrümüzün bütün məqamlarını əhatə eləyər. Yetər ki, ona əməl eləməyi bacaraq və oradakı böyük hikmətlərdən zaman-zaman hali olaq. Nə olursa olsun xeyir və xeyirxahlıq mükafatsız qalmadığı kimi vaxtında, zamanında kəsilən şərti ömrünün sonuna qədər, ən azından vədinin sonuna qədər qorumağı bacaranlar son dərəcə dürüst və xeyirxah sayılarlar. Nədən ki, bu insanların başı heç ağrımaz. Ağrısa da öz ucbatından ağrımaz. Qaldı ki, bir parçası olduğumuz təbiətə fikir veribsizsə onun da uğruna cəfa çəkəni, vədəsinə xilaf çıxmayanı, ona doğru dürüst qulluq eləyəni bol barı ilə, bərəkəti ilə mütləqdir ki, mükafatlandırar. Əksi olanda da mənzərəni gözəl bilirsiniz, o cırcırama misalı. Amma sonraki peşmançılığın fayda vermədiyini hər kəs bilsə də, nədəndirsə insanlar
şərt kəsməyi sevər, amma şərtinə vədə eləməyi hər kəs bacarmaz. Diləyək ki, el məsələlərinin o dərin hikmətinə biz də sadiq qalaq və əgər bir şərtimiz varsa, şərt elə şərtliyində qalmasın, söz olaraq qalmasın, əməlimizlə də əhdimizə hər zaman vəfalı olaq. Bu yerdə gözəl bir şərqi dinlənməzmi? Gözüne kurban, sözüne kurban, beni incitme özüne kurban. Gözüne kurban, sözüne kurban, beni incitme özüne kurban. Bakışın ne oda sağlıdır, gözlerim yollarda kalıdır. Ne olar insafın olardı, kalbimi özünle apardım. Bakışın ne oda sağlıdır, gözlerim yollarda kalıdır. Ne olar insafın olardı, kalbimi özünle apardım. Məhəbbət başımın bəlası, rəhm eylə ceyran balası. Məhəbbət başımın bəlası, rəhm eylə ceyran balası. Gözüne kurban, sözüne kurban, beni incitme özüne kurban. Gözüne kurban, sözüne kurban, beni incitme özüne kurban. Diline kurban, teline kurban, telinden ince beline kurban. Diline kurban, teline kurban, telinden ince beline kurban. Bakışın beni oda saldı, gözlerim yollarda kaldı. Ne olar insafın olardı, kalbimi özünle apardın. Bakışın beni oda saldı, gözlerim yollarda kaldı. Ne olar insafın olardı, kalbimi özünle apardın. Məhəbbət başımın bəlası, rəhm eylə ceyran balası. Məhəbbət başımın bəlası, ay rəhm eylə ceyran balası. Diline kurban, teline kurban, telinden ince beline kurban. Diline kurban, teline kurban, telinden ince beline kurban. Məhəbbət başımın bəlası, rəhm eylə ceyran balası. Məhəbbət başımın bəlası, ay rəhm eylə ceyran balası. Diline kurban, teline kurban, telinden ince beline kurban. Diline kurban, teline kurban, telinden ince beline kurban. Gözüne kurban, sözüne kurban, beni incitme özüne kurban. Gözüne kurban, sözüne kurban, beni incitme özüne kurban. Bu sabah söhbətə şərtlə başladıq, əhdə vəfa ilə başladıq. Sonunda da sözsüz ki, radyomuzun qızıl fondunda bu əhdə vəfanın gülməcə donunda yozumunu da arayıb tapıb sizə təqdim eləyəsiydik. Xatırladım ki, bu səhnəni sabahınız xeyir üçün ötən əsrin 77-ci ilində lentə almışıq. Yəni düz 42 ildir ki, lentə alınıb bu səhnə, amma elə günümüzdə də bəlkə müasirdir və yeni ailə quranlar, gənclər, belə şərtləşmələri, bari bu tür yozsalar, əlbəttə ki, ömürləri etibarlı əllərdə bir-birinə bağlı, gözəl davam eləyə bilər. Gəlin dinləyək. Evləndiğimiz gün arvad da belə bir şərt kəsdim. Dedim ki, ey mənim əziz, ey mənim ki gözüm, bil və agah ol. Mən nə qədər ki subay idim, həftə 8, mən 9 dostlarla yığışardıq hər dəfə birimizin evinə. Səhərəcən laqqırtı vururduq, video baxırdıq, söhbət eləyirdik. İndi ey mənim əzizim, bil və agah ol. Mən ailə həyatımızın, eləcə də sənin xətrinə belə həyatdan vaz keçirəm. İndiyəcən keçirdiyim o xoş subaylıq həyatına əlvida deyirəm və yığışıram evə. Ancaq
Ancaq gərək sən özün insafla həftədə bircə gün mənə icazə verəsən ki, evə biraz gec gəlim. Ne üçün ki? Qorxuram dostlarım deyə day evlənib, arvaddan qorxur. Haqq üçün o da bir söz demədi. Qayıtdı ki, nə olar? İxtiyar sahibisən. Qoy hər həftənin şənbə günü qurban olsun sənin bax o qara gözlərinə. İstəyirsən şənbə gününü ümumiyyətlə dostluq günü elan eləyək. Amma bir şərtlə ki, 2-dən gec gəlməyəsən. Dedim baş üstə. Və mən başına daş olmuş, inandım bu şərtə. Bəli, bir şənbə belə, 5 şənbə belə, kefimiz kök, mehriban dolanırdıq özümüz üçün. Hər şənbə günü biz 6 dost evdən, eşikdən, arvadların cəngindən qopub yığışırdıq bir yerə və başlayırdıq yenə subaylığımızdakı kimi özümüz üçün nərd oynamağa, dama vurmağa, video baxıb dərdləşməyə. Bir sözlə, hər şey mən istəyən kimiydi, Ancaq yenə bir şənbə günü dostlarımla təzəcə yığışmışdıq ki, heç bilmirəm bu çərdəymiş yadıma hardan düşdü ki, bugün arvadın ad günüdür. İşin tərsinə baxı, gərək elə bunun ad günü gəlib şənbəyə düşəydi. Neysə, çox fikirləşdim, neyniyim, neynəmiyim, dedim yox, gərək arvada bir sürpriz eləyim. Uşaqlardan üzr istəyib özümü verdim gül mağazasına. Nişanlı olduğumuz vaxtlardakı kimi bir qucaq qızıl gül alıb oturdum taksiyə sürdürdüm evə. Deyirəm indi arvadın sevindiyindən gözü çıxacaq kəlləsinə. Neysə, gəlirəm evə. Qapının zəngini bir çalıram, cavab verən yox. 2 çalıram, yenə cavab verən yox. Ürəyimə min cür fikir gəlir. Deyirəm, yəni o səndən icazəsiz, özdə belə bir gündə hara getmiş olar, ha? Ya da bəlkə tez yatıb. Başladım hirslə qapını təpikləməyə. Belə də qapı bir qonşu qolumdan tutdu ki, nə olub? Nə haray həşirdi? Nə səs-küy salmısan? Dedim, bəs deyəsən bizim qız bərk yatıb. Zəngin səsini eşitmir. Qonşum əlini havada yelləyib qayıt ki, ay rəhmətliyin oğlu, bu vaxtın nə yatmaq, arvadın indicə harasa giyinib getdi. Deyirəm, necə yəni harasa giyinib getdi? Bəs sizə də bir söz demədi ki, hara gedir? Qonşum yenə rişxəndə qaydası ki, bəyəm birinci dəfədir ki, mənə desin. Sənin arvadın hər şənbə günü axşam harasa gedir, bir də gedə saat 11-də 12-yə qalmış gəlir. Əşicim vurmadı təpəmə. O axşam, o bir neçə saat necə keçdi bilmirəm. Acığımdan zəncir gəmirirdim ki, bir də gördüm, budur, xanım gəldi. Şığıdım üstünə ki, de görüm bu vaxt hardan gəlirsən, hara getmişdin və ümumiyyətlə şənbə günləri sən gecə saat 11-12-yəzən harda olursan, elə bildim ki, indi bu özünü müdafiə üçün başlayacaq özündən yalan palan quraşdırmağa, ya əl-ayağa düşün məndən üzr istəməyə. O isə qaydasan ki, bəli, hər şənbə günü mən də gedirəm. Hirsimdən bağırdım, hara? Necə yəni hara? Biz bəyəm şərt kəsməmişdik səninlə. Hər şənbə gününü biz dostlarımızla keçirəcəyik, ha? Şərtimiz belə deyildi. Mənim bəyəm rəfiqələrim yoxdur. Sənin dostlarının xanımları da. Elə ki, siz evdən çıxdınız, o saat biz də zəngləşib yığışırıq birimizin evinə. Dərdləşirik, danışıb ürəyimizi boşaldırıq. Elə bu yerdə nitqim tutuldu. Səsimi də çıxara bilmədim. Hey gidi dünya! Mən arvada sürpriz eləmək istəyirdim. Amma digəl o elə sürpriz çıxartdı ki...
Azərbaycan Radiosu. Sabahınız xeyir. Dinlədiyiniz veriliş belə adlanır. Efirimizə yeni qoşulanlar, yəni bizi yayımlandığımız 105 FM-dən ya da başqa tezliklərdən dinləyən bütün dinləyicilərimiz, hamılıqla xoş gördük sizi. Sabahınız xeyrin daimi dinləyiciləri bilir, bu önələr bir mübarək xeyir duanın məqamıdır və bu bütün dinləyicilərimizə şamildir. Bütün sabahlar özünüzdə xeyirlə açılsın. Ürəyində bir şərqi, bir sayğı və bir də sevgisi heç əksilməyənlərimiz. Yanılmadınız. Gəlib yetişdik siz istəyən məqama. Sabahınız xeyrin sorğu bölümündəyik və gəlin sizi bizdə bir gözəl havacatı dinləyək. Ta ki bəstəkarının da kim olduğunu yadımıza salmaya çalışaq. Harda olsan gələrəm, de ki sən səslə məni. Darda olsan gələrəm, de ki sən səslə məni. Harda olsan gələrəm, de ki sən səslə məni. Darda olsan gələrəm, ki sən səslə məni. Yaxın olsan ya uzaq, dərə olsan ya dada, məni kim saxlayacaq, de ki sən səslə məni. Yaxın olsan ya uzaq, dərə olsan ya dada, məni kim saxlayacaq, de ki sən səslə məni. Yatmaram ellər ilə, əsərəm yerlər ilə, gələrəm sellər ilə, de ki sən səslə məni. Yatmaram ellər ilə, əsərəm yerlər ilə, gələrəm sellər ilə, de ki sən səslə məni.
Eşqə yurdu hissəsinə qocalım gəlsənə qəm Dönərəm, gəzləşərəm, təki sən səslə məni Eşqə yurdu hissəsinə qocalım gəlsənə qəm Dönərəm, gəzləşərəm, təki sən səslə məni Sən eşkim əməli Gəlsə bir gündə ölüm Vermərəm cana gülüm Təki sən səslə məni Sən eşkim əməli Gəlsə bir gündə ölüm Vermərəm cana gülüm Təki sən səslə məni Eşqə yurdu səsinə Qocalım gəlsənə qəm Dönərəm, gəzləşərəm Təki sən səslə məni Harda olsam gələrəm Təki sən səslə məni Darda olsam gələrəm Təki sən səslə məni Təki sən səslə məni Təki sən səslə məni Təki sən səslə məni Tanıya bildiniz? Əlbəttə ki tanıdınız. Və tanıyanlar varsa demək ki bizə papaq eləyənlər də olacaq. Ünvanımızı bilirsiniz. Bakı Mehdi Hüseyn küçəsi nömrə 1, Radionun Ədəbiyyat İncəsənət Redaksiyası. Telefonlarımız da dəyişməyib, amma xatırlatmaqda sözsüz ki bir fayda var. 537-02-72, 537-03-21 nömrəli telefonlarda zənginizə müntəzirik. Lütfən bizə zəng çalın ya da bir parça kağızla gözümüzü yollardan çəkin ki intizara söhbət haram buyurun. Bəli, yer üzündə bütün dürüst əməllərin, əhdə vəfanın, sevdada doğruluğun, verilən sözə sadiqliyin, haqq yolunun yolçuluğunun sözsüz ki sonuçda bir mükafatı var. Amma buna qarşılıq, bütün bu söylədiklərimizi unudanların da sözsüz ki cəzası bəllidir. Amma bu bizlik deyil. Sadəcə düşünək ki, əhdini unudanlar da bir gün yad eləyər. Düşünək ki, sözündən qaçanlar belə mükafat eşqinə düşüb, doğruya, dürüstlüyə can atacaqlar. Və borcundan heç vədə çıxıla bilməyəcək, haqqı ödənilə bilməyəcək uca yaradan bundan qeyri bizdən nə dilər ki? Hər birimizə haqq yolunda, xeyir yolunda davamlı və səbatlı olmaq diləyinə bir proqramın daha sonuna gəldik. Sabahınız xeyir. Dinlədiyiniz veriş belə adlanırdı. Rejissor Mehriban Bəşirzadə, səs operatoru Elxan Mirzəyev və müəllif Şəfəq Sultanəlixanlı hər zaman olduğu kimi daha xeyirli sabahlarda görüşmək ümidinə ayrılır sizdən. Sağ olun, sağlıqla qalın.
görürsən